بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين صلى الله على سيدنا محمد وأهل بيته الطاهرين ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله أما بعد اللهم وفقنا لما تحب وترضى. Keçən bəhs Hazreti Resul-i Ekrem Peyğəmbərliyin verilmə tarixi və ilk surə Ələq surəsi və onun ayələrlə tanış oldu. Və orada bir iki dənə şübhələr, yəni məsələlər vardı, dedi ki, bir şeylə uydurma məsələlərdir. O, hər kim nəql eləsə də dəlillərini qısa şəkildə izah edir. Amma bugünkü bəhsimiz Hazreti Resul, məsələn bu bəhsi deyə bilərik. Hazreti Resul evə gəlir. Və evə gəldikdən sonra üstünü örtür, dincəlir. Və bana birincidir ki, vəhiy gəlir buna. Xüsusi bir təsiri olur ona. Amma bəzidə bunu dəlil getirilə görürsən, Müddəthir surəsi sonra nazil olundu. Bismillahirrahmanirrahim. Ya eyyuhel müddəthir. Qum fənzir. Ey üstünə redanı örtən. Reda, ərəbdə məsələn, əbayə də reda deyələr. Yəni, və yaxud məsələn, ədyal, yəni bir şey ki, yəni insan üst kimi bir şey üstünə atar. O üstünə bir şey atıb dincəldir. O deyir, görsən, gəldi o İbn-i Nofəl'in hansısında elə buna görə düzəldirlər orada bir şeylər. O, tıxdır, bunun heç bir əlaqəsi yoxdur. Ayə gəldi, ayə ona məsələnin bəyan elədi, ayədə ona nə deyirdi? Əqrə, oxu. Başqa bir şey deməyib ki, Allah ona. Başqa bir təklif gəlməyib ona ki. Həzrət-i Rasul-i Əkrəmdə vəhyi qəbul elədi, vəhyi həzm elədi. Qəlbimdə dincəlir. Bu əslində bu surə və bu ayələr göstərir ki, Peyğəmbər Əkrəm heç bir an özündən bir hərəkət eləməyib. Ona təklif gəlməyib ki, neysə elə. Yox, gəlib evində oturur dincəlir. Hələlik onun hökm, iqra hökmü gəlir. Amma evə ki, gəldi dincələndə, Allah da bunu başa salır bizə. Bizlərə başa salır ki, mənim Peyğəmbərin özündən bir addım da qabağa atmayayım. Bir addım, zərrə də birdən hərəkətini. Mən onu təklif verdim, elədir. Gəldi, indi evinə gəlib. Evinə gəldi, dincəlmək istəyirdi. Rahatlanmaq istəyirdi bu insan. Amma bu insana təklif gələndə rahatlığı da atır. Həqiqi mənalar yatıb burada. Amma qondarma tarixlər düzəlir harada? Şiə adı ilə də bəzən. Şiə kitablarına da köçüb bəzən. Şiənin əqidəsi ola bilməz. Heç vaxt, qəti deyirəm, heç vaxt, hər kimliyinə olursa olsun. Budur ki, o gəlib, dincəlir. Dincələrkən təklif gəlir buna. Ya eyyuhəl müddəthir. Ey üstünə bir şey atan. Ay dincəlmək istəyən. Necə sən buraya təklifin yox idi ki. Dincəlmək də sənin təbii alındı. Əgər təbii bir şərait yarandı, insan dincəlsin, təbii aldı. Peyğəmbər bizə tarixi xatırladı. Belə Peyğəmbərin abrını tökür. Yəni, məlum olanda vəhabiyyəti bu sözü Peyğəmbər nəsə xətaya yol verir. Yəni, orada bir dənə təklif deyib ona eləməyib. Peyğəmbər, ey, dur ya, dur. Ha, mən sənə nə demişəm, sən oturmuşsan burada. Sən xətadır. İsmətlə zid bir əqidədir, zid bir fikirdir. Xeyr, məsumdur. Təklif gəlir, dincəlir. Normal təbii alıdır. Normal təbii alıdır, insan dincəlməlidir. Gəlir, dincəlir. Və burada iki şey, burada təklif yox idi, təklif olmayanda bir addım qabağa atmır, təklif olanda rahatçılığında ona təklif gəlsə,
mübəlliğ buna deyilir, peyğəmbər buna deyilir. Mən buna görə bu şəxsi seçmişəm. Buna görə bu adam məsumdur, xətasızdır. Buna təklif gəlsə, qalxacaq ayağa, rahatlığın tollayacaq. Ya eyyuhəl müddəssir. Ya eyyuhəl müddəssir. Üstünü örtən, rahatlıq almaq istəyir. Artıq təklif gəldi. Dur. Durum neyinə? Sağa sola bax, indi də oxu. Ya, dəvrədən oxumsan sən. Sən aləmi oxumsan, ya Rəsulallah. Sən özdə Bismi Rabbikəlləzi xələq xələqəl insanə min ələq oxumsan. Əqra və Rabbukəl əkrəm Alləməl insanə bil qələm Əlləzi əlləməl insanə bil qələm. Oxumsan bunu? Səni görürlər, dur ayağa. Durum neynə? Anlayır. Cəmaatın qarşılarında gələcək xətalardan qorxur. Bu yol ki gedəcək, o yol sizi uçurmaq var. Mübəlliğin ilk bir şeyi, mübəlliğ yalandan müjdə verməz. Mübəlliğ birinci xətadan insanları qoruyar, çəkər. Fəhəmdir, qorxud onları. Bu yol ki gedirlər, axırı başlarına bəla gələcək. Məhv edirlər özləri. Niyə ki onları məhv elər? Qorxud. Qısa ya, bunun təfsir dərsində inşallah bəhsim gedəcək. Və Rabbəkə fəkəbbir. Bir halda öz Rəbbivi sənin Rəbbin, onu böyük tut. Mənası nədir? Və Rabbəkə fəkəbbir. Rəbbivi böyük tut. Mənası nədir? Bizim hər gün namazda Allahu Ekber əzanı qavmı ilə başlayır. Əzanı qavmının əvvəldə Allahu Ekber. Sonundan da deyirik, sonundan əvvəldə deyirik. Namazı qutaranda da müstəhəbdə 3 dəfə Allahu Ekber deyirik. Təkbirət eləyənlərlə başlayırıq. Allahu Ekber. Niyə Allahu Ekber? Sən namazda şimdi ondan başqa böyük heç kəsi görməz. Mübəlliğ istəyir təbliğ eləsin, Allahdan başqa heç kəsi. Xətayı insan ha vaxt yol verir. Allahdan başqa neysə, ya öz nəfsini, ya kimlərisə böyük bildi. Həmin yerdə o xətayı yol verəcək. Xətayın məsumluğuna Peyğəmbərin bu ayələrin hər biri mıncır kimi dəlildir onun isbətinə imzalardır. Burada məsumdur, burada məsumdur, burada məsumdur. Fəkəbbir, böyük tut. Mübəlliğ, o zaman sən mübəlliğ ola bilərsən, fəqət Allaha böyük biləsən. Allah'tan başına heç nəyə güvənməyəsən. Heç nəyə. Hatta İmam Hüseyin əleyhissalam kimi müasirədə olsan. Hatta İmam Hüseyin ağa kimi ailən bilirsən ki, əsarətə gedəcək. Balaların əsirliyə gedəcək. Balaların qabağında doğrayırlar. Qardaşını doğrayırlar. Səni doğrayacaqlar. Allah'ı fəryad etdir. Allah'ı ki sən böyük tutdun, Allah da səni böyük tutacaq. Tardır. Amma onu bunu böyük tutdun, amma bu dəftərinə deyilməsin, sən əldə taptalı keçib gedəcəklər. Allah Teala mübəlliğlərə sonraki ayədə bu cümləni وَثِيَابَكَ فَتَحْهِرْ Bir halda ki, cəmaatı qorxudarkən də neynə? Allah'a böyükdür. Yəni Allah'da bir şey. İkinci nədir? وَثِيَابَكَ فَتَحْهِرْ Paltarıvi pakəyə. Mübəlliğ zahirün həmişə pak olsun. Həm libas cəhətindən, həm də zahirdə insanı örtən həyası var. Pak həyaya sahib. Təbliğdə önəmli məsələlərdən biridir. Təbliğçi, mübəlliğ təkcə zahirdən kifayətlənməlidir, yox. وَالرُّجْزَ وَهْجُرْ
daxildəki bütün pislikləri təmizdir. Kiməsə qarşı kin, kiməsə qarşı nifrət təbliğdə o şey gedir. Əbəlfəz ağanı uğrayıblar gözünə qabaqda. Əl-Əsğər ağanı oxuruyublar. Əl-Əkbər kimi insanın gözünün qabağında doğradılar. Elə axır Qasimi doğrayıblar. İmam Hüseyin ağa muğuza edir onlara. Gəlin, hər kəs mən tərəfə gəlsə, behişdi nəzamına gəlir. Kini yoxdur. Balasını doğrayana kini yoxdur bu adamın. Bunu gün alimlərimizdən biri dedi, İlahi Pərverdigar, sənə and verirəm Allah'lığı və izzəti və bunların o kərəm sifətin düşmənləri barəsində qoyma, o kərəm qapıları açılar. Və elə Yezidə behişdə salarlar bunlar. Əhl-i Beyt elə kərəm sahibidir. İmam Hüseyin ağa nə deyirdi ki, hər mələyə, yəni Əl-Əsğər ağaya ox atana deyir ki, gəl, mən sənə nicat verirəm. O adamla kərəm sahibidir. Mübəlliqdirlər. İmam Hüseyin məktəbində bizə bu nəticəni almalı. Yoxsa boş sənə vurmanım şey. Və la təmnun. Kimlərsə hidayət oldusa da minnət qoyma. Sən hidayət eləməkdə vasitəsən. Belə sənin vasitədə nə hidayət? Sən hidayət eləməmsən. Sən mənim əlimdən gəlmişsin. Mən olmasaydı siz heç neyiniz? Mən sizi namaza getirdim. Mən sizi məsciddə bir şey qoydum özünü. Mən belə elədim. La təmnun. Təbliğdə minnət qoydu söhbəti yoxdur. Ey mübəlliğ. Mən olmasaydım siz daha heç olmuşdunuz. Təstəqfiru. Təstəqfiru nədir? Əməlləri çoxal. Yəni, filanı mən eləmişdim, şüt. Həqiqətindən artıq təbliğdə şütmək olmasın. Mübəlliğin yalanı olar. İsmail. Və li-Rabbikə fəsbir. Allah'ın görə səbr elib təbliğində. Yəni nədir? Hər nə ki bəla gələcək, hər nə müsibətlə üzləşəcəksən, Allah'a görə səbr. İnşallah biz keçəcək ki, nələr olacaq və Allah'a görə səbr eləyəcək. Çünki insan fəqət özünə görə səbr eləsə, özünə görə səbr eləsə, həddi var. Orada bir həddə çatır, məcburdur da orada səbr eləməsin, keçsin. Orada xəta eləyə bilər. Amma vəli Rəbbikə fəsbir, qismətin əlamətlərindən. Bizlər də kəmalın, məsumların yolu belə istəyirik. Bizlər də məsumluq xəttinə düşək, heç bundan sonra gərək üzr olmalıyıq. Xüsusən bunun İslamı təbliğ edən hər kəsə vacibdir. Bu xüsusiyyətləri özlərində cəmələsinlər. Telegram qədər kifayət edir. Gələn dəfə inşallah başqa bir bəhsə keçəcəyik. Aşura məktəbindən bu dərsimizdə imamın üstünə qədər tətildir inşallah. Düz Aşura söhbətlərimiz hər gün inşallah olacaq. Şənbədən, amma imamın üstünə qədər. Amma bugünkü Aşura məktəbindən bəhsimiz budur ki, xanım Zeynəb səlamullah əleyha tarixdə görürük ki, hicabın həm düşmən arasında, həm də əsirlikdə qiymət verdi, önəm verdi, qədrini bildi, əldən vermədi. Görürəm, bizim xanımlar ki, məmləkətdə düşmən arasında döyürlər, əsir döyürlər, xanım Zeynəb kimi hicaba o tür qiymət verirlər. Allah-u Teala'dan arzumuz budur. Həzrəti Zeynəb səlamullah əleyhanın hicabın, iffətin, namusun, izzətin, şərəfin bizim məmləkətin bütün xanımlarına əta eləsin. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala seyyidina Muhammed və əhl-i beytinin tabi'in.